Müəllimlər, cəmi vacib 4 termin var. Siz də bir də bu 4 terminlə bağlı əsas nüansları bilsəz müəllimlər kifayətdir. Bu mövzu çoxlarının ən çətinlik çəkdiyi, ən qorxduğu mövzulardan biridir. Amma şükürlər olsun ki, mən rast gəlməmişəm ki, müdavimlərim içərisində bu mövzu ilə bağlı problemi olanlar olsun. İndi gəlin baxaq müəllimlər. Bizdə bu mövzuda olan birinci terminimiz budur ki, ümumi təlim nəticələri. Baxın, dərsi izah eləyib müəllimlər, qayıdıb sual cavab edəcəm. Nədir birinci terminimiz? Ümumi təlim nəticələri. Ümumi təlim nəticəsi budur ki, sanki bizim nəticə yönümlülük prinsipimiz. Məsəl üçün, elə mən dünən sizə axşam demişdim ki, müəllimlər sabahların bizim dərsimiz inteqrasiya dərsidir. Artıq mən sizə bir gün qabaqdan bugünkü planım haqqında məlumat vermişdim. Aydındır? Bax, bu mən nədir? Bu mənim bu gün üçün qurduğum ümumi təlim nəticəsidir, düzdürmü? Əvvəlcədən sizə bildirdiyim ki, bizim dərsimiz bu günlərim axşam bu olacaq. Bu bizim nəyimizdir? Ümumi təlim nəticələridir. Ümumi təlim nəticələri bir gün qabaqdan bir dərs əhatə edirsə, bu bir günlükdür. Məsəl üçün 5-ci sinifdə həftənin 2-ci günü tutaq ki, mövzusu tarix dərsində tutaq ki, indi olacaqdır ibtidai icma quruluşu. Deyirəm ki, bu gün üçün bizim mövzumuzun nəticəsi olur, uşaqlar ibtidai icma quruluşunu mükəmməl öyrənməlidir. Aydındırmı? Bir gün üçün ölçdüyüm. Bir də var ki, mən şagirdlərə deyirəm ki, 7-ci sinifin başlığında, uşaqlar, biz sizdən bu gündən kimya dərsinə başlayırıq. Biz sizdən kimya dərsindən bir il ərzində filan şeylər öyrənəcəyik. Mən bunu bir gün keçirəmsə, bir gün üçün dərs üçün deyirəmsə ki, dərsin adı bu günlərin budur, bu gün bunu öyrənəcəyik, bu gün bizdən inteqrasiyonu öyrənəcəyik, bu oldu bir günlük. Bir də var, mən sizə deyirəm ki, biz sizdən bir il ərzində kimyadan, maddələrdən başlayıb su dərsinə qədər öyrənəcəyik, düzdürmü? Bir illik. Bir illik olanda adı olur 5-ci sinifin sonu üçün. Kimyada olacaqdı 7-ci sinifin sonu üçün. Tutaq ki, mən sizə deyirəm ki, müəllimlər, biz sizdən 15 gün ərzində öyrənəcəyik kurikulum nədirdən başlayıb, operin şərtlənməyə qədər. Bu mənim nə oldu? 15 gün ərzində, yəni tutaq ki, iyun ayı ərzində kurikulumdan bizim öyrəndiyimiz, yəni ümumi təlim nəticəsi, uşağa bizim dediyimiz dərsin nəticəsi. Bir günlük də bunu qura bilirik ki, bir günlük mən dərsim budur. Bir illik də biz bunu qura bilirik ki, uşaqlar, biz sizdən bir il ərzində bunu öyrənəcəyik. Hətta bu səviyyəcə də ola bilir. Səviyyəcə necə olur? Tutaq ki, İbtidai sinif müəlliməsi var, Azərbaycan dili müəllimidir. Bu müəllim bilir ki, şagird birdən başlayıb 4 il ərzində nə öyrənəcək? O müəllim deyir ki, mənim dərs dediyim şagirdlər 4 il ərzində əlifbadan başlayır, əsas nitq qədər öyrənəcək. 4 il ərzində olanlar. Yəni, ümumi təlim nəticəsi bizdə bir günlük də ola bilir, bir günün sonu üçün, bir illik də ola bilir, filan sinifin sonu üçün, hətta səviyyə üçün də ola bilir ki, İbtidai səviyyə üçün öyrəndiyi nəticə. Aydındır? Yəni, ümumi təlim nəticəsi əvvəlcədən bildirdiyimizdir. Buna aid heç bir sualımız onsuz da yoxdur. Sadəcə mən sizə indi hər tərəfi deməyə çalışıram ki, bəlkə həyatın hər hansı bir yerində bu sizin köməyinizə gələr. Müəllimlər, bizim ikinci bir terminimiz var kurikulumda, alt standart. Alt standartın əkiz bacısı var. Onun adı məzmun standartıdır. Hətta qeyd edə bilərsiniz. Alt standart bərabər alt standarta aid olan hər şey həm də bizim məzmun standartına aiddir müəllimlər. Aydındırmı? Baxın, alt standart bizdə budur ki, sanki bizim dərsimizin adı. Alt standart bizdə nədir? Sanki bizim dərsimizin adı. Məsəl üçün, bu günlərim mən alt standartım nədir? Deyirəm ki, bu günlərim alt standartım olacaqdır. Ümumi kurikulumda terminlərin təsviri. Nə bilim, kimyada olacaqdır alt standart, hidrogen, oksigen, su. Fizikada olacaq Newtonun ikinci qanunu. Tarixdə olacaq səbəblər dövləti. Yəni, yazın hətta, bunu bu cür yazın. Alt standart bərabərdir dərsin adı. O da bərabərdir məzmun standartında. 3 adı var. Dərsin adı, məzmun standartı və alt standart. Üçü də eyni anlayışdır müəllimlər. İndi siz bunu bu cür dərk eləsəz, artıq alt standartın gördüyü 4 işi biləcəksiniz müəllimlər. Alt standart bizdə, yəni dərsin adı bizdə 4 iş görür. Baxın, dərsin adı bizdə 4 iş görür. Birincisi, məsəl üçün, mən tutaq ki, indi özüm kimya müəllimiyəm, mən kimyaya aid deyirəm. Mən bu günlərim görürəm ki, mən dərsim bu günlərim tutaq ki, hidrogen dərsidir. Mən artıq bu dərsin adını biləndə, mən artıq bu hidrogen dərsinin adını görəndə ki, mənim dərsin adı budur. Tutaq ki, kimyada hidrogendir, fizikada Newton, Arximed qüvvəsidir, biologiyada olsun, tutaq ki, nə bilim, qıcılar dərsidir, coğrafiyada olsun atmosfer dərsi, riyaziyyatda olsun kəsirlər dərsi, tarixdə olsun səbəblər dövləti, musiqidə olsun, nə bilim, Üzeyir Hacıbəyov, təsvir incəsənətdə olsun, nə bilim, dünya şöhrətli rəssamlar, yəni dərsin adı düzdürmü? Mən indi bu dərsin adına baxıram. Mən artıq dərs adına baxanda bilirəm ki, mən bu dərsi hansı mövzularla, hansı fənlərlə inteqrasiya edə bilərəm.
Aydındır? Məsəl üçün, mən baxıram ki, mənim dərsimin adı Səfəvilər dövlətində olan Şah İsmayıl Xətainin həyatıyla bağlıdır. Mən artıq bu dərs keçəndə dərsin adını gördüm ki, Şah İsmayıl Xətai. Mən şagirdlərə deyirəm ki, uşaqlar, bax, siz bu dərsi ədəbiyyat dərsində buna rast gəlmisiniz. Şah İsmayıl Xətainin əsərləri var, ilk divan müəllifidir, düzdürmü? Yəni, alt standartın birinci gördüyü iş dərsin adının, yəni eyni şeydir də bilirsiniz ki, 3 adı oldu. Dərsin adı, alt standart və oldu bir də məzmun standartı. Bunun birinci gördüyü iş təlimdə inteqrasiyanı təmin eləməkdir. Yəni mən dərsimin adını görməsəm ki, bu dərsin adı budur. Mən hardan bilə bilərəm ki, o dərsi nəyə inteqrasiya edeyim? Mən görürəm ki, mənim dərsimin adı hidrogen dərsidir, kimya aid. Mən avtomatik deyirəm ki, uşaqlar, siz içdiyiniz suyun tərkibində hidrogen var. Artıq içdiyimiz suyun tərkibi. Mən getdim sizə fənn üstü inteqrasiyaya keçdim. Mən qayıdıb sizə deyirəm ki, uşaqlar, siz fizika dərsindən bilirsiniz ki, su buxarlanır. Aydındır? Deyirəm, uşaqlar, siz bilirsiniz ki, biologiya dərsində suyu sevən maddələrə hidrofobiya deyirlər, düzdürmü? Mən artıq kimyanı düşünürəm ki, mən bu dərsi izah eləmək üçün həm biologiyaya baxmalıyam, həm fizikaya baxmalıyam, həm kimyaya baxmalıyam. Mən dərsin adının hidrogen olduğunu bilməsəm, hardan bilirəm ki, mən o dərsinə inteqrasiya edeyim? Yəni, dərsin adı bizə birinci inteqrasiyanı təmin edir. İkinci, mən dərsin adına baxıram, görürəm ki, dərsin adı, yenə deyirəm, hidrogen dərsidir. Mən artıq deyirəm ki, bu dərs maraqlı dərsdir. Qoy mən bu uşaqlara bu dərsi slaytdan keçim. Sonra deyirəm ki, yox, slaytdan keçməyəm. Qoy mən uşaqlara bu günlərin bu dərsi oyun üzərində keçim. Yəni mən dərsin adına baxıram, dərsin adından sonra qərar verirəm ki, mən bu dərsi hansı iş üsulundan keçə bilərəm. Düzdürmü? Birincisi oldu inteqrasiya, ikincisi oldu iş üsulu. Mən dərsin adının nə olduğunu bilməsəm, mən müəllim, hardan bilə bilərəm ki, o dərsi mən hansı iş üsulundan keçəm? Aydındır, alt standartın gördüyü ikinci iş oldu iş üsullarını təmin edirdi. Üçüncü iş, alt standart bizdə təlimdə, deməli, alt standart bizdə dərsin məqsədini təmin edir. Yenə deyirəm, dərsin hidrogen dərsidir. Mən sizə deyirəm ki, müəllimlər, bu günlərin mənim məqsədim sizə hidrogen dərsini reaksiyalarından birini çatdırmaqdır. Və yaxud da baxıram ki, hidrogen deyil də, indi kəsirlər dərsidir. Nə bilim, bitkilər dərsidir. Deyirəm, uşaqlar, bu günlərin məqsədim sizə kəsirləri hər tərəfli öyrətməkdir. Mən o dərsin adını bilməsəm, hardan bilərəm ki, mənim məqsədim nədir? Düzdürmü? Demək, alt standart nə oldu? Dərsin məqsədini ondan çıxardırıq ki, dərsin adı budur, bugün məqsədim budur. Dərsin iş üsulunu ondan çıxardırıq ki, mənim iş üsulum bu günlərin budur, dərsin adı bu günlərin budur. Bu dərsindən qoy bu iş üsuluna keçim. Bir də oldu. Üçüncü, inteqrasiyanı təmin eləyirdi. Yəni, sual düşür, fənnin həyatla əlaqəsini təmin eləyir. Bilməlisiniz ki, fənnin həyatla əlaqəsi fənn üstü inteqrasiyaya aiddir. Biz də dərsin adına baxandan sonra qərar veririk ki, bu dərsi həyatla əlaqələndirə bilərikmi? Təbii ki, dərsin həyatla əlaqəsini, fənlər arasındakı əlaqəsini, bir fənnin öz daxilindəki əlaqəsini inteqrasiyaya aiddir. İnteqrasiyanı bizə nə həyata keçirdi? Alt standart. Yəni, alt standart özü 4 iş gördü. Dərsin adı da birinci, ikinci inteqrasiya, üçüncü iş üsulları, dördüncü isə dərsin məqsədi ondan çıxarıldı. Bir də müəllim işləyənlər bilir. Uşağa deyirsən ki, sabah görmüşdü də, eləmişdi alt standart, summativin sualları, inteqrasiyanı, iş üsulunu, bir də dərsin məqsədini. Onu keçdik. Bir də oldu məzmun xətti. Məzmun xətti heç vaxt dəyişmirdi. Fənnin ana xəttidir, leytmotividir, aydındır. Məzmun xətti dərsin keçirilmə ardıcıllığıdır. Həmişə birinci biz şagirdlərə Azərbaycan dilində dinləyib anlamanı öyrədirik. İkinci şagirdə bununla bağlı oxunu öyrədirik. Üçüncü şagirdlərə yazı öyrədilir. Dördüncü şagirdlərə dil qaydası öyrədilir. Yəni məzmun xətti heç vaxt dəyişmir. Amma alt standart hər il dəyişir. 7-nin öz tarixi var, başqa şeydən bəhs edir. 8-in tarixi başqa şeydən bəhs edir. 9-un tarixi başqa şey əhatə edir. Hər il tarix fənninin kitabı səviyyəcə dəyişir. 7-də başqa şey idi, 8-də başqa şey, düzdürmü? Yəni bax bu alt standartdır. Dərsin adıdır da alt standart. Hər il dəyişir. Hətta hər gün dəyişir dərsin adı. Aydındır? Alt standart hər gün dəyişir. Amma məzmun xətti heç vaxt dəyişmir ha, heç vaxt. Yəni dərsin keçirilmə ardıcıllığıdır da. 7-də də keçirilmə ardıcıllığı eynidir, 8-də də, 9-da da, 10-da da, 11-də də.
Amma bir də görürsən ki, məzmun xəttini genişləndirirlər. Bir şey əlavə edilər, yeni bir şey saldılar. Yenə və yaxud da biz məzmun xəttini dəyişdirilər, amma necə dəyişirlər? Yenə dərsin keçirilmə ardıcıllığı o sağlananlar. Tutaq ki, burada baxın təbiət həyat bilgisinə baxın. Təbiət və biz var, fərd və cəmiyyət var, düzdürmü? Bir də gördün ki, bunun adını dəyişib qoydular, tutaq ki, birində təbiət, birində qoydular cəmiyyət. Nə olsun ki? Bunların nə qədər bu adlar dəyişsə də, bu dəyişməyən odur ki, 7-dən 11-ə dəyişmir. Dəyişməyən o demək deyil ki, bu sözlər Sovet dövründə də eyni qalsın, 100 il sonra da eyni qalsın, 1000 il sonra da eyni qalsın. Xeyr, bu sözlər ildən ilə dəyişə bilər. Yəni necə dəyişə bilər? İndi belədir, 50 ildən sonra olacaq başqa şey. Amma məzmun xətti dərsin keçirilmə ardıcıllığı heç vaxt dəyişməyəcək də. Yəni müəllim 7-ci sinifə dərsi hansı ardıcıllıqla keçirsə kimya dərsində 8-də də eyni cür keçməlidir. Çünki yenə mövzuda ad deyilir, fiziki xassəsə, kimyəvi xassəsə o tətbiqi. Tarix dərsində tarixi dövlət, hökmdarlar, müharibələr, ən axırında mədəniyyət. Biologiya dərsində də maddələr, nə bilim maddə nə idi? Heyvanlar, məlumat, çoxalma, nə bilim ifrazat sistemi. Ən axırında orada verir ki, bu tutaq ki, buna aid bunun tətbiqi tutaq ki, bunun həyatımızda rolu. Yəni bu keçirilmə ardıcıllığı heç vaxt dəyişmir. Məzmun xətti də müəllimlər bizdə bununla bağlıdır. Buna aid də sualımız yoxdur. Bir dənə sizə sual düşə bilər ki, alt standart nədir? Alt standart dərsin adıdır. Məzmun standartına bərabərdir. Bir də gördüyü 4 işi bildik kifayətdir. Demək biz sizdən 3 termini öyrəndik. Ümumi təyin məçəsi, alt standart və məzmun xəttini öyrəndik. Bir də məzmun standartını öyrəndik. İndi biz sizdən keçirik bugünkü dərsimizin özəyinə. Bir 10 dəqiqə ərzində müəllimlər, mən sizə bunu deyim, sonra keçirəm digər mövzumuza. Var burada indi inteqrasiya. İnteqrasiya oktyabr ayının əvvəlindən bəri demişəm ki, bütün videocalarımda da var, Instagramda da var, hər bir şeyimizdə yazılıb. İnteqrasiya, taksonomiya, qiymətləndirmə, müəllim-şagird münasibəti. Mütləq bu 4 mövzu ilə bağlı sualımız var. Və özünüz də gördünüz ki, inteqrasiya ilə bağlı elə bir fənn olmasın ki, bu sertifikasiya imtahanında sualımız olmasın. Biz dünənlərim sizdən inteqrasiyanın nə olduğunu öyrəndik. Müəllimlər, inteqrasiya bizdə şagirdlər arasında fənlər arasında əlaqə qurmaqdır. İnteqrasiya mənası bizdə bütövləşmə deməkdir. Bütövləşmə. İnteqrasiya bizdə şagirdlərə deyir, şagirdlərin də təfəkküründə dünyanın deyir obrazını formalaşdırmaq, şagirdləri inkişaf etdirmək, şagirdlərin deyir beynində dərsi daha yaxşı formalaşdırmaq üçündür müəllimlər inteqrasiya. İnteqrasiya bizdə 3 növü var. Var fən daxili inteqrasiya, var fən arası inteqrasiya, var fən üstü inteqrasiya. Mən sizə birinci fən arası inteqrasiya ilə başlamaq istəyirəm. Fən arası inteqrasiya bizdə tutaq ki, yadınızda qalsın, birinci atar söz, birinci qızıl qayda. Bütün kimyada, tarixdə, biologiyada, coğrafiyada, fizikada, informatikada nə ki biz məsələ hesablayırıq. Tutaq ki, tarix dəsə məsələ düşür ki, Səfəvilər dövlətinin yaranmasından neçə il sonra Osmanlı dövləti süqut eləmişdi. Artıq uşaq burada illəri verir, illər əsasında hesablama aparır. Hesablama bizim hansı fənnimizdir? Riyaziyyat. Artıq uşaq bunu eləyirsə, deməli şagird burada tarix və riyaziyyat fənləri arasında inteqrasiya eləyir. Kimya dərsində məhlula aid məsələ işləyirik. Biologiya dərsində qan məsələsi, sümük məsələsi işləyirik. İnformatikada, texnologiyada məsələ işləyirik. Bütün fənlərdə işlədiyimiz məsələlər, misallar hamısı həmin fənnin riyaziyyatla əlaqəsinə aiddir. Bu oldu fən arası inteqrasiyanın birincisi. İkincisi, açar bir nüans deyirəm. Bəzən sual düşür. Müəllim şagirdlərə slayd hazırlayıb gətirdi. Ta ki, tarix dərsidir. Müəllim şagirdlərə Osmanlı dövlətinə bağlı slayd hazırlayıb gətirdi. Burada hansı inteqrasiya var? Uşaq slayd sözünü görən kimi, siz müəllimlər görən kimi deyirsiniz ki, ay Allah, bu da slayd var, bu informatikaya aiddir. Burada fən arası inteqrasiya var. Xeyr. Əgər slaydı, əgər əl işini, əgər şəkil çəkməyi, baxın, riyazi hesablamanı yox ha, şəkli, slaydı, bir də əl işi, yəni bir əl işi düzəltməyi müəllim hazırlayıb gətirirsə, burada müəllim inteqrasiya eləmiş olmur. Müəllim onsuz da slayd hazırlamağı bilməlidir. Müəllimə bu qoyulan tələbdir ki, sən slaydı bilməlisən. Sən bacarığın olmalıdır. Bu tələb də onsuz da. Amma müəllim şagirdlərə deyirsə ki, oturun indi siz slaydı indi hazırlayın və yaxud slaydı evdə hazırlayın. Müəllim uşaqlara slayd hazırlamağı tapşırırsa, artıq o da fən arası inteqrasiya. Aydındır? Müəllimin hazırlayıb gətirdiyi sual düşür.
Müəllim kimya dərsində şagirdlərə atom modeli hazırlayıb gətirdi. Nə bilim, müəllim biologiya dərsində şagirdlərə göz fiquru, nə bilim, onurğanın şəklini çəkib gətirdi. Müəllim uşaqlara skelet şəkli gətirdi. Müəllim uşaqlara qan dövranı şəkli gətirdi. Müəllim bunu çəkibsə, müəllim bunu inteqrasiya eləmir. Müəllim uşağa deyirsə ki, siz oturun indi şəkil çəkin. Atom şəkli çək, atom modeli düzəlt, ürək şəkli çək. Aydındır. Müəllim bunu uşağa elətdirirsə, onda müəllim uşaqda texnologiya fənnini, rəsm xətt fənnini inkişaf etdirmiş olur və yaxud da informatika fənnini inkişaf etdirmiş olur. Yəni müəllimin gətirdiyi deyil ha fənarası inteqrasiya. Uşağa elətdirən də fənarası inteqrasiya. Aydındırmı? Bax bunu müəllimlər bilməyiz. Ən vacib nüanslardan. Slaydlar, əl işi düzəltməklər, şəkil çəkməklər, sonra elektrikdən bağlı, enerji ilə bağlı olanlar hamısı fizika fənninə bağlıdır. Ötən gün sual düşmüşdü coğrafiya fənninə. Deyir, günəş şüasıyla bağlı panel hazırlayırsınız. Günəş elektrik paneli hazırlayırsınız. Artıq orada olmuşdu o bizdə. Günəş şüası fizikanın dərsidir. Günəş şüasının qarşısını almaq falan. Fizika nədir? Coğrafiyanın dərsidir. Amma elektrik varsa artıq fizikanın dərsidir. Və yaxud panel hazırlamaq, əl işi düzəltmək bu texnologiya fənninə aiddir. Amma fənn coğrafiya fənninə aiddir. Ona görə deyirik ki, uşağa müəllim bunu hazırlatmaq istəyirsə, artıq uşaqda texnologiyada olan əl bacarığını, rəsmdə olan şəkil bacarığını inkişaf etdirmək istəyir müəllimlər. Aydındırmı? Fənarası inteqrasiyanı bilmək üçün sizdə dünya görüşü olmalıdır. Dünya görüşündən tutaq ki, rəsm müəllimi bilməsə ki, sual düşür. Rəsm müəlliminə müəllim tapşırır ki, sən get tutaq ki, nə bilim, elektrik cəryanının şəklini hazırla. Rəsm müəllimi, əgər onun dünya görüşü olmalıdır ki, elektrik cəryanı bizdə fizika mövzusudur. Mən artıq burada rəsmdə fizikanı inteqrasiya eləmiş oluram. Yəni müəllim bunu bilməlidir. Və yaxud da texnologiya müəllimi bilməlidir ki, atom modeli kimya mövzusudur. Nə bilim, ürək düzəltmək, böyrək düzəltmək, bunu plastilinlə müəllim uşağa hazırlatdırır. Var belə müəllimlər uşağa deyir ki, gözün fiqurunu hazırla, buynuz qıyşanı, nə bilim, qıyşalarını göstər, onurğanı hazırla göstər, ürəyin quruluşunu hazırla gətir. Artıq müəllim bilməlidir ki, o rəsm müəllimi bilməlidir ki, o texnologiya müəllimi bilməlidir ki, bu atom modeli, bu ürək biologiyanın dərsidir. Və yaxud da sual düşür. Müəllim deyir, biologiya müəllimi şagirdlərə torpağın qatlarını, torpağın qatında olan tutaq ki, sürüntülər haqqında məlumat hazırlamağı tapşırır. Müəllim bilməlidir ki, torpağın qatı coğrafiya fənninə aiddir. Aydındır. Müəllim inteqrasiyaya aid, fənarası inteqrasiyaya aid sualları işləmək üçün sizdə ekstra dünya görüşü olmalıdır. Bu oldu birinci inteqrasiya. İkinci inteqrasiyamız var bizim fən daxili inteqrasiya. Fən daxili inteqrasiya isə dünən mənə sual göndərmişdilər ingilis dili fənninə aid. Mən dedim ki, bu sual mənim mövzum deyil. Siz gedin bu sualı ingilis müəlliminə göstərin. Fən daxili inteqrasiyada isə məzmun xəttləri arasında olan inteqrasiyadır. Və yaxud da fən daxili inteqrasiya iki yerə ayrılır. Üfüqi və şaquli. Üfüqi inteqrasiya bizdə budur ki, hamı ekrana baxsın. Üfüqi inteqrasiya bizdə budur ki, f-nın xətti baxın daxilə doğru. 5, 6, 7, 8. Müəllim şagirdə ancaq öz sinifinin daxilində sual verir. Tutaq ki, indi yenə deyirəm, bunu ancaq o fənni müəllimi bilə bilər. Tutaq ki, 7-ci sinifdə fizika dərsidir. Orada deyir ki, müəllim şagirdlərə tutaq ki, də indi Newton 3-cü qanunu keçəndə qayıdıb Newtonun 1-ci qanununa aid sual verir. Burada hansı inteqrasiya var? Mən kimya müəlliməsiyəm. Mən hardan bilim ki, tutaq ki, orada fizikada Newton 1-ci qanunu da 7-ci sinifə aiddir. 3-cü qanun da 7-ci sinifə aiddir. Artıq siz onu bilməlisiniz ki, müəllim şagirdə bir həftə əvvəlki mövzu ilə indiki mövzunu əlaqələndirir. Bu oldu fən daxili və üfüqi. Eyni sinifdirsə üfüqi inteqrasiya, eyni sinifdirsə və yaxud da müəllim şagirdlərə 2 dərs keçdiyi mövzuya aid sual verir. Bax, bu fən daxili üfüqiyə aiddir. Aydındır. Şaquli inteqrasiyada isə Şaqulidə isə müəllim şagirdlərə tutaq ki, ötən il keçdiyinə aid. Uşaq bu il 6-da oxuyur, ötən il 5-də oxuyurdu. Şunun xətti necə olur? Yuxarıdan aşağı 5, 6, 7, 8, 9, 10, 11. Yəni Şaqulidə bütün siniflər arasında var inteqrasiya. Bütün siniflər arasında Şaquli. Müəllim şagirdlərə ötən il keçdiyi ilə bağlı, 2 il əvvəl keçdiyi ilə bağlı, 5 il əvvəl keçdiyi ilə bağlı, aşağı siniflərdən bağlı sual verirsə. Dərs kimyadır. Deyirəm ki, müəllim 9-cu sinif dərsi kimyada, tutaq ki, algenlər dərsidir. Müəllim qayıdır şagirdlərə rabitə ilə bağlı sual verir. Burada hansı inteqrasiya var? Mən müəllim bilirəm ki, algenlər 10-cu sinifin, 9-cu sinifin mövzusudur, rabitə 7 mövzusudur. Mən deyirəm ki, 8 mövzusudur. Müəllim şagirdə şaquli inteqrasiya edir. 8-dən 9-u. Artıq siz burada öz fənninizi mükəmməl bilməlisiniz ha. Həm öz fənninizi, həm də fənninizin məzmun xəttini.
və yaxud da sual düşür ingilis dili fənninə, Azərbaycan dilinə sual düşür. Müəllim şagirdə əsəri oxuyur, deyir indi buna aid otur esse yaz. Bilməlisiniz ki, oxumaq bir məzmun xəttidir, yazmaq bir məzmun xəttidir. Uşaq əvvəlcə bunu oxuyur, dalından yazır. Oldu fəndaxili inteqrasiya. Baxın bu Azərbaycan dilində də var, ədəbiyyatda da var, xaricdə də var. Oxu. Dalına yazmağa aid və yaxud da tarix dərsində sual düşür. Müəllim şagirdə tutaq ki, Səfəvilər dövlətinin yaranmasıyla bağlı sual verir. Qayıdıb Səfəvilər dövlətində olan mədəniyyət nümunələrinə aid sual verir. Bilməlisən ki, Səfəvilər dövlətinin yaranması tarix və zamana aiddir. Bu oldu bir məzmun xətti, mədəniyyət isə başqa məzmun xəttinə aiddir. Artıq burada müəllim həm mədəniyyətdən, həm də tarix və zamandan sual verir. Bu da bizim tarixdə məzmun xətt arasında fəndaxili inteqrasiyaya aiddir. Yenə deyirəm, fəndaxili inteqrasiya üçün siz öz fənninizi mükəmməl bilməlisiniz. Hamı buradan götürüb öz fənnini, məzmun xəttini əzbərləsin. Tutaq ki, fizikaya sual düşə bilər. Müəllim şagirdə, məsəl üçün də indi bir düstur haqqında sual verir. Deyir ki, bu düsturu həyatımızda tətbiq eləməkdən danış. Tutaq ki, artıq şagird bilməlidir ki, düsturdursa bu bizim bir məzmun xəttimizdir. Bunu öz həyatımızda tətbiq isə başqa məzmun xəttidir. Bu oldu bizdə hansı inteqrasiya? Fəndaxili inteqrasiya. Aydındırmı? Fəndaxili eyni sinifdirsə üfüqi, fərqli sinifdirsə şagird olaraq ikiyə ayrıldı. Aydındırmı? Üfüqi və şagird ancaq fəndaxili növüdür müəllim. Yaxud da müəllimin şagirdə həyatda eləmək istədiyi mənlər bir şeydir. Amma fənn-üstü inteqrasiyaya aid suallar düşür. Əvvəllər biz deyirdik ki, təsəvvür edirik sözünü harda görsək, bu bizdə fənn-üstü inteqrasiyaya aiddir. Müəllimlər, bu əslində, yəni ola bilər ki, bəlkə də biz demişik ki, bunu nə vaxt görsəz buzur götürürsünüz. Amma müəllimlər, artıq biz deyirik ki, təsəvvür edirik sözünü harda görsək, bu bizdə fənn-üstü inteqrasiyaya aid demək deyil. Tutaq ki, mən fənn-üstü inteqrasiyaya aid sual versəm ki, təsəvvür edin ki, desəm ki, təsəvvür edin ki, tutalım ki də, məsəl üçün, təsəvvür edin ki, meşədə gəzirsiniz. Meşədə olduğu zaman dostunuz tutaq ki də sizə ayı qovalayır. Bu zaman siz neyini yersiniz? Dostunuzu mu xilas edərsiniz, yoxsa özünüzü qaçarsınız? Bunu düşünməyinizi istəyəcəm, düzdürmü? Mən artıq bunun yoxsa sən görürsən ki, sənə yenə deyirəm, bu suallar o qədər çaşdırıcı salır ki, artıq sənin beynin buradan çıxıb hara getdi? Meşəyə, ayının yanına. Artıq sən burada özünü o situasyonun içərisinə girmisən ki, görürsən mən kimi xilas edərdim. Dostumu yoxsa aynımı, düzdürmü? Artıq müəllimlər burada, bəli, bizdə fənn-üstü inteqrasiya var. Yəni müəllim şagirdə sual verir ki, sən burada nə etmək istəyirdin? Axırında sual verir. Müəllim şagirddə nəyi formalaşdırmaq istəyir? Baxın, müəllimin şagirddə formalaşdırmaq istədiyi, müəllimin şagirddə formalaşdırdığı müəllimlər ayrı-ayrı şeylərdir. İnteqrasiya ilə bağlı sualları işləmək üçün sözlüyünü sabahlarım Allah qoysa biz sizdən sual cavab zamanı mən sizə ekrana o testləri qoyacağam. İzah zamanı indi onu qoya bilməyəm, çünki vaxtımız azdır. Deməli müəllimlər, inteqrasiya ilə bağlı suallarda zamanlara fikir verməlisiniz. Bunu bizdən indimi etməyimizi istəyir 1:45 dəqiqə ərzində. Yoxsa müəllim bunu şagirddə axırda baş verənimi istəyir. Aydındır. Mən desəm ki, müəllim şagirdə bax bu suala da. Deyirəm ki, müəllim şagirdə deyir ki, təsəvvür elə ki, çaydan qaynayır. Çaydan qaynayan zaman, tutaq ki, səndə nə qədər enerji ayrılır. Bu uşaq bu da çaydan yanına gedir. Çaydan mühitdir. Çaydan mühitdir. Enerji mühitdir. Çay buxarı çıxması mühitdirmi? Mühit deyil də. Bu elementlər uşaq bunu düşünür. Orada sual düşür. Burada müəllim şagirdlərə sinifdə ayrı şeydir. Formalaşdırdığı ayrı şeydir. Formalaşacaq ayrı idi. Sözlərin axırından diqqətlə fikir verir. Deyir ki, müəllim burada şagirdlərə nəyi formalaşdırır? O qədər müəllimlər deyir ki, ay müəllim təsəvvür edin ki, sözü var, təsəvvür edin ki, sözü var. Artıq bu fənn-üstü olacaq. Xeyr, təsəvvür hara getdi? Çaydan yanına. Çaydanı evdə də qoya bilərik qaynamağa, məktəb müfəttinə də qoya bilərik, düzdürmü? Çaydanı biz sinifdə də qoya bilərik defalar ki, uşaqlar, bunu sizə mən bir eksperiment kimi gətirmişəm. Vallahi müəllimlər var. Fizika müəllimi tanıyıram ki, tefal gətirir sinifə, sırf o qaynamağı uşağı göstərmək üçün. Yəni bu o demək deyil ki, ancaq evdə olsun. O demək deyil ki, ancaq biz bunu çöldə deyə bilərik mütləq. Artıq müəllim bunu sinifdə deyə bilər, düzdürmü? Bax bu bizim artıq fənn-üstü inteqrasiya deyil. Yaxşımı? Amma mən desəm ki, təsəvvür eləyin ki, meşədə gəzirsiniz, bu zaman sizi ayı qovalayır, neyini yersiniz? Artıq bu da sualda baxan kimi görsənir ki, sənin beynin getdi artıq o meşəyə, o ayın yanına ki, mən neyini yerəm, düzdürmü? Aydındır. Bu isə oldu fənn-üstü inteqrasiya. Və yaxud da müəllim şagirdə desə ki, baxın, dedim ki, birinci sualımda mənə yəqin ki, diqqətlə qulaq asdınız.
çaydan qaynayır, nə qədər enerji ayrılır. Bu oldu fən daxili. Bir də var uşağa deyirəm ki, get, evdə sən çaydanı qaynat, çaydanı bir şey də elə, yoxla gör bu çaydan neçə dəqiqə ərzində qaynayacaq. Gəl mənə bunu de. Deyəndə hansı inteqrasiya var? Bax kimi görürsən ki, müəllim uşağa deyir ki, get bunu evdə elə gəl mənə de. Artıq müəllim uşaqda axırda olan istəyirsə müəllimlər. Bu da bizdə fənn üstü inteqrasiya. Aydındırmı? Və yaxud da tarixatdan, tarixat yoxdur, yox. Siz kimi yayət deyirəm? Deyirəm, mənim şagirdə deyir ki, təsəvvür eləyin, şirin çayı, pəxtdan yoxdan düzəldirsin. Bu zaman çay necə dadıyar? Bunu ancaq məktəbdə eləmək olar. Fətdə olmaz ki, biz pesoqdan şirin çay düzəldək. Olmaz ki, biz dərs zamanı su gətirək, ona pesoqdan yox toz qataq. O da məktəb ancaq evdə ola bilər. Deyirəm, təsəvvür elə ki, belə düzəldirsən. Nə var burada? Təsəvvür edirsən, sadəcə bunu təsəvvür edirsən. Bu şirin çay meşə deyil ki, şirin çay obyekt deyil ki, bu fənn üstü olsun, düzdürmü? Bir də var deyirəm ki, axırında müəllim sinifdə nəyi formalaşdırmaq istəyir? Sinifdə. Bu oldu yenə bir fənn daxili inteqrasiya. Bir də var deyirəm ki, uşaqlar, gedərsiniz evdə və ya gedərsiniz yox. Deyirəm uşaqlar, evdə şirin çay düzəltdiyiniz zaman şirin çayı şəkərlə yox, natrium xlorla, duzla düzəldin və yoxlayın görək orada axırda nə alınacaq. Burada fikirlərinizi bölüşərsiniz və yaxud da axırda nə alınır. Buna deyirəm müəllim şagirdlərdə nəyi formalaşdırmaq istəyir? Formalaşdırmaq istəyir. Bu indiki zamanda olan bir şeydir, düzdürmü? Bir də formalaşdırılacaq, ayrı-ayrı gələcək zamandır. Artıq mən uşaqda bunu gələcəkdə elə. Eləyəndən sonra mənə də deyirəm, sən fənn üstüdür. Amma mən uşağa bunu indiki zamanda elə deyirəm. İndi bu dəqiqə bunu düşün. Bu dəqiqə bunu deyirəm, müəllimlər, bu bizdə fənn üstü inteqrasiya deyil. Fənn üstü artıq evdə, həyətdə, balkonda, nə bilim, çimənlikdə bunu elədiyimizdir. Aydındırmı? Məsələn, niyə çimənlik deyirəm? Müəllim uşağa sual verir, müəllim uşağa sual verir. Bir var uşağa desin ki, təsəvvür elə ki, günəş, nə bilim, təsəvvür elə ki, dayanırsan günəşin altında, üfüqün cəhətini müəyyənləşdirərsən. Harada bunu müəyyənləşdirmək istəyərdin? Uşaq da deyir ki, müəllim, özümüzün geniş bir bağımız var, orada istəyərdim. Bu da nə var ki, fənn üstü inteqrasiya? Adi uşağa elementə sual verək, bunu harada eləmək istəyərdin? Bu oldu yenə fənn daxili inteqrasiya. Bir də var uşağa deyirəm ki, hamı öz evlərində, evlərinin istiqamətində dayanar, buna uyğun üfüqün cəhətini müəyyənləşdirirlər. Aydındır, bunu eləyərsiniz, yəni, eləyib gəlib deyərsiniz. Bu isə müəllimlər oldu bizdə fənn üstü inteqrasiya. Aydındırmı? Burada problem 1 və problem 2 var. Hər ikisində orada müəllim şagirdə deyir ki, ətraf mühiti təmizdə, plastik torbalar təmizdə, nə bilim, bunu belə elə gör nə olacaq. Aydındır, inteqrasiya ilə bağlı suallarda. Bilirəm ki, özümkilər, indi yeni başınları bilmirəm. Əvvəlkilər artıq bunu tam tutublar tempini. Tam tutublar ritmi ki, biz sualın axırına baxırıq. Sinifdə ilə deyirsə, indi ilə deyirsə, formalaşır deyirsə, fənn üstü yoxdur. Formalaşacaq. Şagirddə nə olacaq? Baş verəcək. Artıq bunu deyirsə. Bir də uşaq ayaqda sual düşür. Bilim bu belə qaçıram. Müəllim uşağa deyir. Bir var uşağa deyirəm ki, təsəvvür edin ki, dizgi filmində baxırıq, slayda baxırıq. Ora baxandan sonra gördüyünüzü yazın. Hansı inteqrasiya var? Deyirik, ay müəllim, həm baxdıq, həm də yazdıq. Azərbaycan dilinə aid fənn daxilidir. Təsəvvür edin ki, müəllim bu kompüterdə olan multfilmi sinifdə qoya bilməz. Müəllim bu multfilmi bu dəqiqə hər yerdə elektron lövhə var, qoya bilməz. Niyə biz bunu o dəqiqə fənn daxili, fənn üstü düşünürük ki? Bir də var uşağa deyirəm ki, evdə gedib baxarsınız. Artıq o da müəllimlər fənn üstü. Aydındırmı? Bir dənə fənn üstü inteqrasiyanı 15 dəqiqədəki izah eləyirəm. Aydındır deyin görün bu inteqrasiya, fənn üstü inteqrasiya sizə. Həyatda elədiyimiz, evdə elədiyimiz, gələcəkdə sonradan formalaşan bizdə fənn üstüyə aiddir müəllimlər. Aydındır? Bu olur bizim fənn üstü inteqrasiyamız. Vallahi nəfəsim kəsildi. Deyin görüm aydındırmı? Mən sizdən inteqrasiyanı bitirdim. Fənn daxilini də genişdirdim. Fənn daxili valla 3 qrup demişəm də. Məzmun xəttləri arasında əzizə müəllimə deyir ki, mən olacam. Yaxşı. Olarsınız. Deməli, müəllimlər, fənn daxilini dedim. Dedik ki, üfüqi və şaquli. Üfüqi oldu eyni sinif, şaquli oldu fərqli sinif. Müəllimlər, sabahlarım Allah qoysa, bütün o fənlərlə bağlı düşən o sınaqda düşən suallar var ha. Andi mənim vaxtım yoxdur. Desəm bir bəlkə bekar birimiz olar siz eləyərsiniz. Sabah mən hüzur yerində olacam, rayonda olacam. Sabah ona görə mənim vaxtım olmayacaq. Çox xahiş edirəm. İndiyə qədər bu girin axtarın da qruplarda inteqrasiyasına baxmışam. Eybi yox, mənim qrup mənim olmasın, mənim video izahım. Baxın bu FES Akademiya falan baxın. Onlarda inteqrasiya sualları var.
sınaqda olanlar da var, qəbulda olanlar da var. Mənlər onları yığın da, nə olar, çox xahiş edirəm. Bir atarsınız mənə ki, mən o PDF kimi düzəldim, göndərdim, sabah işləyək pulunu. Yaxşımı? İnteqrasiya ilə bağlı bu günlərdə qəbullara düşmüş sualları müəllimlər yığın bir atarsınız mənə, çox xahiş edirəm. Deməli müəllimlər, inteqrasiyanı bitirdik. İndi qaldı 15 dəqiqəmiz. Mən keçirəm sizə ümumi təhsildə dövlət standartlarına və bu dərslə bağlı da keçirəm bu cədvələ. İndi çox xahiş edirəm ki, hamı öz telefonla mı qoşulub, planşetdən mi qoşulub, mənlər hamı bu telefonu elə tutsun ki, bu ekranı görə bilsin. Baxın, bizdə ümumi təhsildə dövlət standartları budur ki, yəni müəllimlər, bizim təhsilimizə, baxın, həmişə mən bunu deyirəm, bizim təhsilimizə Emin Əmrullayevdən qabaq, Təhsil Nazirliyindən qabaq qoyun mən bu PDF-i dəyişim. Deməli, Emin Əmrullayevdən qabaq, Təhsil Nazirliyindən qabaq müəllimlər, bizim bu testlərimizə, bizim bu təhsilimizə dövlət tərəfindən baxılır. Bizim məktəblərimizə verilən avadanlıq, məktəb binasının tikilməsi, bunun heç birini Emin Əmrullayev eləmirik. Bunun hamısını bizə İlham Əliyev eləyir, dövlət eləyir. Ona görə deyirik ki, dövlətin bizdən tələbləri var. Kurikulumda müəllimlər, bizdən dövlət 5 şey tələb eləyir. Dövlət bizdən, özü bizə, biz müəllimlərə bəzi standartlar qoyub ki, biz sizdən bunları istəyirik. Aydındırmı? Müəllimlər, kurikulumda dövlətin bizə verdiyi birinci tələblərdən biri budur ki, ümumi təhsilin məzmunu. Olsun ki, şagirdlərə gələcək həyatında kömək eləmiş olsun. Yəni, ümumi təhsilin məzmunu şagirdlülük, varislik, təbəlik ruhunda deyil yazılmalıdır. Deyirəm, əkinlərdə bir kitab var idi. Kitabın içərisində dinlə çox vacib nüanslara girmişdilər. Artıq orada bəziləri var deyə bir an içində hər yer o kitabları yığdılar və bir kitab çıxartdılar. Ümumi təhsilin məzmunu dövlətçilikdir. Hətta təhsil nazirliyi məktəbləri yox ki, görürsünüz kitabındakılar tam şagirdlərə uyğundurmu? Bu oldu ümumi təhsil məzmunu. İndi oldu ümumi təhsil olunma. İdarə olma budur ki, deyil bu təhsildə. Ümumi olaraq yaxşı, yəni əvvəlki il müəllimlər verirlər ki, gedin siz yeni müəllimləri yoxlayın, dərs keçmə üsulunu yoxlayın. Bax, müəllimlər, bu bizim monitorinqdir. Deməli, hesabatlıq oldu nə? Yekun verilən məlumat. Direktor məlumat verir hara? Təhsil şöbəsinə. Müəllim məlumat direktora hesabatlılıqdır. Məsuliyyət bölüşdürülür. Direktor arasında, müavinlər arasında, növbətçilər arasında, katib arasında, düzdürmü? Bu hər işdə bu cürdür. Bir işi bir insan görmür. Bütün işlər hamı arasında bölüşdürülür. Bu oldu məsuliyyətin bölüşdürülməsi. Bir də oldu bizim burada nəyimiz dedik? Monitoring. Monitoring isə oldu gəzilən yoxlamalar. Aydındırmı? Müəllimlər, bu oldu bizdə ümumi təhsildə idarə olunma. Sonra var bizdə ümumi təhsildə maddi texniki baza və infrastruktur. Müəllimlər, məktəb binasının içində olan hər şey maddi texniki bazaya aiddir. İçəridə olan, baxın, binanın içərisindən girdik içəridə, baxın, həyət qapısı yox ha, binanın içindən. İçəridə olan partada, stolda, kitabxanada, markerdə, maildə, jurnalda, kitab rəfidə, elektron lövhədə, içəridə olan hər bir şey maddi texniki bazaya aiddir. Çöldə olanlar isə infrastruktura aiddir. Bir də yadınızda qalsın, müəllimlər və tibbi işçiləri ümumi təhsildə infrastruktura aiddir. Çöldə olan ağaclar, çöldə olan skameyka, çöldə olan idman xətti, çöldə olan idman meydançası, çöldə olan turniklər, hər biri infrastruktura aiddir. İçəridə olan isə nə oldu bizdə müəllimlər? Maddi, texniki bazaya aid oldu. Bir də var bizim burada müəllimlərin keyfiyyət göstəricisi. Müəllimin keyfiyyət göstəricisi bizdə budur ki, keyfiyyətli müəllim kimdir? Əməkdaşlığı yerində, ünsiyyəti yerində, öz işini mükəmməl bilən, şagirdləri tanıyan, öz işini yaxşı yerinə yetirən, şagirdlərlə ünsiyyət qura bilən, ədalətli və məsuliyyətli müəllim. Yaxşı müəllim kimdirsə, o müəllimdir. Onun keyfiyyət göstəricisidir müəllimlər. Aydınmı? Maddi texniki baza içəridə olan oldu, çöldə olan isə su xətti, elektrik xətti, rabitə xətti nə oldu bizdə? İnfrastruktur oldu. Müəllimlər və tibbi işçiləri isə infrastruktura aiddir. Aydındırmı? Əgər kitabxana çöldə yerləşsə müəllimlər, çöldə olursa, bu bizim yenə infrastruktura aiddir. Yox, əgər kitabxana içəridədirsə, maddi texniki bazaya aiddir. Baxın, bizdə dövlət müəllimlərə deyir ki, deyir şagirdlərdə mütləq deyir bu sayışlar formalaşdırılsın. Müəllimlər, bu dərsi birində buranı əzbərləyirsiniz, bunu oxumursunuz. Birində oxuyursunuz ki, təfəkkürlə bağlı sayışlar hansılardır? Deyək, təfəkkürlə bağlı uşaqlara yaradıcılıq olmalıdır, uşaqlara tənqid düşüncə olmalıdır,
öz problemini özü həll eləməlidir. Şagirdlər öz həyatına bağlı qərar verməlidir. Bir də şagirdlər öz həyatını müstəqil öyrənməlidir. Bax, bu bizim nəyimizə aiddir? Təfəkkürlə bağlı səyişliyə aiddir. Yəni, şagirddə bir yaradıcılıq olsun, bir kreativlik olsun. Şagirddə hər bir şeyə inanma olmasın. Özünə isə araşdırmaq istəsin, sübut axtarsın, isbat axtarsın, tənqid düşüncəyə aiddir. Şagird bir problemi, yanğın söndürənlə bağlı, zəlzələ ilə bağlı, hər hansı bir şeyi özü həll eləyə bilsin. Harada problem sözü görsəz bilin ki, problem həll eləməyə aiddir. Şagirdlər öz həyatıyla bağlı hansı qrupu istəyirsə, hansı ixtisası istəyirsə, onu seçsin. Qərar qəbul etməklə bağlıdır. Bir də şagirdə görülən, şagirdə verilən fərdi iş o şagirddən müstəqil öyrənməsi üçündür müəllimlər. Aydındırmı? Bu təfəkkürlə bağlıdır. Bir də özbəlləyirsiniz, başqa heç nəyi. Fəaliyyətlə bağlı uşaqlarda ünsiyyət olmalıdır. Ünsiyyət hamı ilə də, tanıdığımızdan da, tanımadığımızdan da, qohum ilə, qonşu ilə salam, sağ ol eləməkdir. Bu ünsiyyətdir. Əməkdaşlıq ancaq qrup içərisindədir. Sinif yoldaşlarınla da, kollektivlə də əməkdaşlıq, aydındırmı? Rəqəmsal savadlılıq, kompüter, planşet, elektron lövhə, bunlardan mükəmməl istifadədir. Bəzən sual düşür. Şagird dərs oxumaq istəyir, amma telefona mütəmadi baxır deyə dərs oxuya bilmir. Bunda nə yoxdur? Demək, bu uşaqdan telefondan düzgün istifadə yoxdur. Aydındır? Rəqəmsal savadlılıq budur. Kompüteri yaxşı bilmə, bundan düzgün istifadə, mütəmadi istifadə, bunu bacarmaqdır rəqəmsal savadlılıq. İnformasiya savadlılığı ən çox sual düşənləndir. Biz şagirdlərə araşdırma işi veririk. Uşağa deyirik ki, get kitabxanayı araşdır, get məlumat yığ. Nə üçün? Uşaq məlumatı niyə yığır? İnformasiyası olsun deyə yığır. Aydındırmı? Kitabxanaya göndərmək və yaxud şagirdin anladığını düzgün çatdırması. Bəzən elə olur ki, şagird bir şeyi eşidir, amma gedib evdə onu yanlış çatdırır. Niyə? Çünki informasiyanı düzgün anlaması yoxdur müəllimlər. Aydındırmı? İnformasiya şagirdin araşdırdığıdır, əldə etdiyidir, qavradığıdır, çatdırdığıdır. Aydındırmı? Maliyyə savadlılığı isə pul, pula qənaət, pul üzərində işləmək, hər hansısa bir şeyi qənaətlə almağa aiddir. Bu da oldu bizim fəaliyyətlə bağlı. Bir də sual verirəm. Fəaliyyətlə bağlı hansı deməlidir? Bizim dövlət rəzərimizlə bağlıdır. İkinci var bizim fəal vətəndaş mövqeyimiz. Bir nə deyirəm, mənasını dərk edin, başqa heç nəyə ehtiyac yoxdur. Fəal vətəndaşlarımız kimlərdir? Baxın, bizim ölkəmizdə öz işini layiqincə görənlər, ölkəmizi xaricdə təmsil edənlər, xaricdə yarışa gedənlər, idmana gedənlər. Bizim nəyimizdir? Onlar bizim fəal vətəndaşımızdır. Fəal budur ki, hamı kimsə bir rayondan başqa yarışa gəlib. Hamı istəyir da öz rayonu, kəndi qalib etsin. Demək, nə var bu insanın? Öz rayonu, öz yerini önə çıxarma, öz rayonunu təmsil etmək var. Demək, bu insanda artıq fəal vətəndaş mövqeyi var. Öz bölgəsinin önə çıxma, öz bölgəsi haqqında məlumatlılıq, öz bölgəsinin əlindən gələni eləyir ki, bunun bölgəsi qalib gəlsin və yaxud da ölkəmizin şəhidlər xiyabanına gedir, bayramlarını, anım günlərində onları ziyarət edir. Baxın, bu bizim nəyimizlə bağlıdır? Demək, o insan bu ölkənin fəal vətəndaşıdır, onunla bağlıdır. Üçüncü var və bununla bağlı ən çox sualımı düşə bilir və mən də bu sualı verirəm. Şəxsi sosial məsuliyyət. Şəxsi sosial məsuliyyət budur ki, insan özünə aparması. Mən sual verirəm. Müəllim şagirdləri zooparka aparmışdı. Şagirdlər orada müəllimin təlimatını əməl eləmirlər. O uşaqlarda hansı sərişdə yoxdur? Artıq şəxsi sərişdə. Uşaq orada özünü dərk eləmir. Zoopark olsun, meşə olsun, park olsun, məktəbin həyatı olsun. Artıq bunlar bizim sosial mühitimizdir. Artıq şagird şəxsi və sosial mühitdə şəxsi özünü aparmağa bacarmır. Məsuliyyətli deyil. Bax, mənlər, bu bizim həmin sərişdə bağlıdır. Yəni şagirdin özünü düzgün aparması, düzgün qavraması, başqalarına düzgün davranması, özünü dərk eləməsi, özünlə bağlı məlumatlı olması, insanlara qarşı empatiya qurması nə ilə bağlıdır? Şəxsi sosial öz məsuliyyətini dərk eləməsinlə bağlıdır. Bu da var bizim demokratiya və insan hüquqlarına hörmət. Bu isə odur ki, artıq qanunlarımıza tabedir. Qanunların hamı üçün olduğunu bilirsən. Qanunları pozmağa cəhd eləmirsən. Bilirsən ki, ölkədə olan bütün qaydalar, qanunlar, olarlar, olmazlar hamı üçündür. Bax, bu bizim demokratiya və insan hüquqlarına hörmətə aiddir. Bir də var ki, mədəni müxtəlifliyə hörmət. Baxın, bu da bizim ən vaciblərimizdən. Çünki bundan şəxsi sosial məsuliyyət kompetensiya dərsinin özəyini təşkil edir. Bu nə deməkdir bu? Yəni sən ölkəmizdə Çinli var, ərəb var, yaponu var, türk var. Bizim həddimizə
fikrindədir ki, başqa bir insan dininə, dilinə, irqinə, adətinə qarışaq. Biz hamının adətini olduğu kimi qarşılamalıyıq. Məsəl üçün, adi bizdə tutaq ki, düşünürəm, mən tutaq ki, mənim qonşuları var Bakıda. Biri Lənkərandadır, deyir ki, biz filan yeməyi bu cür bişiririk. Biri də var Zaqatalada, biz deyir ki, biz bunu belə eləyirik. Bir də görürsən ki, bəzən başlayır biri o birini təhqir edir ki, siz nəyə bacarırsınız ki, sizin yeməkləriniz belədir, sizinkilər belədir, sizdə falan adət var. Mən onlara deyirəm ki, siz hal-hazırda mədəni müxtəlifliyi pozursunuz. Öz ölkəmizin içərisində şərqdə olan bölgə mədəniyyətini qərb qəbul eləmir. Cənubda olanı o biri şimal qəbul eləmir. Axı niyə? Hər bir kəsin özünün yeməyi bişirmə üsulu var. Bəzən baxırsan YouTube açır, bir kimsə yemək bişirib paylaşır. Görürsən ki, altına yazırlar. Onun adı bizdə başqa cürdür. Biz buna falan şey qatmırıq. Biz buna bunu eləmirik. Bizim yörəmizdə bu yoxdur. Biz niyə başqa bir insanın yeməyini, adətini, bayramını linçləyək ki? Biz niyə buna qarışaq ki? Tutaq ki, mən ateistəm, tutaq ki, mən müsəlmanam, mən xristiyanam. Başqa bir insan niyə mənim milli kimliyimə görə, mənim yerimə görə, mənim adətimə görə mən yargılasın ki? Bax, bu bizim mədəni müxtəlifliyə hörmətdir. Biz insanın hansı bölgədən, hansı rayondan, talışmı, ləzgimi, rusmu, İranlı mı, ateistmi, buddizmmi, kim olduğuna buna görə qərar verməli deyilik. Bax, mənlər, bu bizim mədəni müxtəlifliyə hörmətə aiddir. Yəni deyirəm, adi ölkəmizdə aiddir. Gidirsən Qəbəliyə, İvanovka var, ruslar var. O demək ki, biz rusları bəyənməyək, onların cət qurmayaq və yaxud da gedirsən başqa bir Zaqatalaya, o qədər milliyyətlər var ki, o demək ki, biz onların mədəniyyətini, bayramlarını, adətlərinə lağ eləyək, olmaz axı. Bu bizim mədəni müxtəlifliyə hörmətə aiddir. Mənlər, bu sahəşlər bizim müəllimlərimizə qoyulub ki, şagirdlərdə bunları formalaşdırın. Şagirdlər insana kimliyinə görə fərq qoymasınlar. Şagirdlər qanunların hamı üçün olduğunu bilsinlər. Şagirdlər ölkəmiz, bölgəmiz, dünyamız üçün əlindən gələni eləməyə çalışsın. Bir də hər bir insan özünün milli kimliyini, milli dövlətini, rəmzini tanısın. Aydın o müəllimlər, bununla bağlıdır. Şagirdlərdə mütləq bu sahəşlər formalaşdırmalıdır. 15 dənədir. Təfəkkürlə bağlı olanlarını da bir əzbərləyirsiniz, fəaliyyətlə bağlı olanı da bir əzbərləyirsiniz, dəyərlə bağlı olanı bir əzbərləyirsiniz müəllimlər. Hər birinə də aid də mən sizə sual verəcəm inşallah sabahlarım. Gələcəkdə olandır. Olub qutarandan sonra da evdə elədiyimizdir. Təsəvvür edin ki, hardasa görsək, bu fənn üstü deyil. Cümlənin içərisinə giririk. Əgər biz bunu məktəbdə də eləyə biləriksə, sinifdə də eləyə biləriksə, artıq biz onu niyə götürək ki, bu fənn üstü inteqrasiyaya aiddir? Aydındırmı? Fənn üstü inteqrasiya, tutaq ki, bayaq mən sizə bunu deməmişəm. Məktəbin həyətində bitki qulluq eləyirik. Bəli, bax, artıq bu fənn üstü inteqrasiyadır. Məktəbin tutaq ki, həyətində şagirdlər oyun oynayırlar. Fənn üstü inteqrasiyaya aiddir. Aydındırmı? Çöldə baş verən hər şey. Aydın o müəllimlər. Yəni səs açmırıq. Özüm bağlamışam səsə ki, exo verməsin. Görürsünüz, yeni bir qırılma olmadı. Yeni bir donma olmadı. Demək ki, problem mənlik deyilmiş. Problem səs açanlardaymış. Məncə axşam problemimiz olmadı səsdən bağlı. Zəng gəlmən nüansdan başqa. Eləmi? Yenə deyirəm, olsa ona görə bizdə qırılma baş verir ki, səs açıq qalır çox adamda. Onlar artıq bizə mane olur. Səslər paylanır. Ona görə qırılma baş verir müəllimlər bəzən. Belə, mən artıq bitirdim müəllimlər. İndi mən sizə testlərinizi, PDF-lərinizi, video izahlarınızı, bugünkü dərsin qaydını, mənlər bəli valla bizdə, mən danışanda problem olmur. Problem o danışan müəllimlərdə də olur. Onlarda açıq qalır. Onlarda başqa, bəzən də görürsən ki, müəllimin biri həm Zoom-dadır, həm WhatsApp-dadır, həm YouTube-dadır, həm Instagram-dadır. Artıq mənlər o zamanda internetin eyni paylanması getmir. Onda da bəzən qırılma baş verə bilir. Artıq onlarda baş verir. Mənlər altdan yazırlar ki, müəllimlərin çoxu. Müəllim, bizdə problem yoxdur. Yarısında olur, yarısında olmur. O olanlar da der ki, onların da internetində problem olanlar da olur bəzən. Belə, müəllimlər sonlandırıram dərsi. İndi hər bir şeyinizi göndərəcəm. Bu kaydı da Allah qoysa göndərəcəm. Bir sabahları müəllimlər, mən dərs keçəcəm sizə sabahlarım. Yenə deyirəm, düz saat 5 yarış dərsimiz olacaq. Sadəcə mən sabahlarım rayonda olacam. Nəsə bir yeniliyi olsa mən sizə bildirəcəm Allah qoysa. Sabah hüzur yerində olacam. Sabahdan o birisi gün qəfil baş verən bir hadisədir. Yəqin ki, dərs keçməyə çalışacağam 90%. Amma olsa mən sizə bildirəcəm. Yəqin ki, olmayacaq da valla. İnanın ki, axşam getməliydik. Hamını gözlətmişəm ki, saat 11 olsun ondan sonra çıxaq. Mən bugün dərs keçməliyəm. Elə bilin ki, bütün ev əhli bugünkü dərsin bitməyini gözləyir də ki, dərs bitsin, biz gedək. Belə müəllimlər sağ olun. Hələlik gecəmiz xeyrə qalsın. Sabahlarım görüşərik. Sabahlarım bugün danışmayanlar hamısı dərsdə olsun. Yeni qoşulan müəllimlərimiz hamı dərsdə olsun. Bir də müəllimlər çox xahiş edirəm. Yenə mən bunu bildirməyə sizə məcburam.
linklərimizi, PDF-lərimizi, testlərimizi çox xahiş edirəm ki, ən azından haqqıma girməmək üçün başqa birindən paylaşmayın. Belə müəllimlər, sağ olun, gecəniz xeyrə qalsın.